Ötən gün günorta saatlarında Sumqayıt şəhərində qəribə hadisə baş verib. Təcili tibbi yardım stansiyasının həkimi Çiçək Cahangirova 3-cü mikrorayon ev 11-18-in qarşısından keçərkən qəfildən 5-ci mərtəbədən azyaşlı uşağın yıxıldığını görüb və özünü itirmədən onu göydə tutmağa müvəffəq olub. Bugün işten çıkarken, yolu keçərkən təsadüfən gördüm ki, bir uşaq anasını çağırır. Çox yüksəkdən səsləyirdi, diqqətimi çəkdi. Diqqət yetirdim, gördüm uşaq 5-ci mərtəbədən çağırır. Özüm də yolu keçməmişdim. Düşündüm ki, bu uşaq ya təkdir, ya nəyəsə görə nəsə məni cəlb etdi. Yolu keçdim, durdum pəncərənin arxasındakı, birdən nəsə qəflətən bədbəxt bir hadisə olar, bir köməyim dəyər deyə. Elə o an gördüm ki, uşaq 5-ci mərtəbədən aşağı. İlk öncə iplərə ilişdi 4-cü mərtəbənin. Altda durdum, harayladım, səslədim. Çox yüksəkdən həyəcanla çağırdım ki, yəni ətrafda kimsə varsa yardıma gəlsin, ya aşağı mərtəbədən kimsə yardım edə bilsin. Anladım ki, yəni bu məsuliyyət mənə düşür. Ona görə də əllərimi açdım. Şükür Allaha, uşağı da tutdum. Uşağı tutarkən ikimiz də yıxıldıq, amma şükür Allaha nə uşaqda, nə məndə heç bir xəsarət olmadı. Həmən an uşağı gətirdim təcili tibbi yardım stansiyasına. Bizim həkimlər də baxdılar, lazım olan müdaxiləni etdilər və apardılar uşaq Sumqayıt şəhər uşaq xəstəxanasına. Xəstə Əlizadə Cavad Ramaloğlu 2012-ci ili təvəllüdlü, 3-cü mikrorayonda yaşayırlar. 5-ci mərtəbədə hündürlükdən yıxılmışdı. Şailə Bayramlı, Cabir Məmmədov, Səs TV, Sumqayıt.